Herkese salam. Bugün Turgut Travel olarak gelmişik Maldivin Grand Park Codifar otelinə. Gəlin bugün sizə otellə tanış edeyim. Əgər siz də bu otelə gəlmək istəyirsinizsə, qiymətlərlə bağlı bizə Turgut Travel-a müraciət edib, qiymətləri bizdən əldə edib, gəlib burada uyğun qiymətlər dincələ bilərsiniz. Aşağıda əlaqə nömrələrimizi qeyd edirəm. Bizi Instagramdan da izləməyi unutmayın və əlbəttə əgər bura gəlmək istəyirsə, mütləq bizim menecerlərdən qiymət alın. Özünüz aradakı fərqi görəcəksiniz. Gəlin bir yerdə otel turumuzu başladaq. Deməli, mən birinci olduğum bu hissə resepsiyon hissəsidir. Resepsiyonun tam qarşısında, baxın, bu tərəfdə görəcəksiniz, qonaqları qarşılamaq üçün belə bir yer var. Bu otelə gələndə sizə belə bunların öz milli adətləri, milli qarşılamaları kimi deyim. Yəni, belə mahnılar, zatlar oxuyurlar. Sizə boynunuza belə yaşıl qarşılama sepləri kimi otdan düzəldilmiş bir şey taxırlar və bura ümumi otelin resepsiyon hissəsidir. İndi davam eləyək, bu tərəfə baxaq. Burada görürsünüz, belə geniş, rahat bir oturma hissəsi var. Amma demək olar ki, siz resepsiyona gəlib qeydiyyatı keçəndən sonra bura sizə lazım olmur. Yəni, davam edirsiniz, digər yerlərdə oturursunuz. Gəlin bir yerdə bir dənə arxaya baxaq. Baxın, görürsünüz, katerlərlə gəlirlər bura. Mali aeroportundan təxminən, daha doğrusu Malidən təxminən bura 20 dəqiqəlik yoldur. İndi qonaq gələcək və onu elə qarşılayacaqlar. Çox qəşəng, şirindir. Və burada belə qonaqların gəldiyində görmək olur. Mən ürəyim gedir bunların qarşılama seremonisindən ötürü. Sonra bax, bura belə resepsiyondur. Resepsiyonu belə qəşəng, geniş. Sonra da buradan bagilərlə gedək. Otel turumuz başlasın. Bu otaq növü Grand Residence otaqdır. Gəlin sizə birinci göstərim. İçəridə belə birinci yataq otağı var. Bura 2 dənə yataq otağından ibarətdir. Tam ailə üçün nəzərdə tutulub. Bax, belə geniş görüntüsü var. Çox gözəl. Baxın, belə. Bu hamam otağı. Burada belə qardirobu. Geniş, gözəl. Burada duş hissəsi. Sonra keçirik, belə bir oturma otağı var. Sonra burada belə mini mətbəxi var. Və oturma otağında belə geniş. Sonra xalziyəki də var həmçinin. İndi gəlirik ikinci yataq otağına. Burada belə twin otaqdır. Burada da yine gardırobu. Belə. İndi də çıxaq. Çöl hissəsinə. Həm oturmaq yeri, hər şeyi çox genişdir. Çox geniş. Bu otağın adı Pool Water Villadır. Hansı ki bu otaqdan bir neçə cür var. Deməli, Reef
water villa olan da var. Və yaxud da ki, normal belə adi water villa olan da var. Bunların fərqi ondan ibarətdir ki, reef olanda, yəni siz snorkelinglə daha qəşəng dənizin altını görürsünüz. Amma burada görürsünüz, burası ağdır. Amma reef olanda birbaşa, yəni reef bölgəyə düşür deyə daha qəşəng görmək olur suyun altını. Bax bu belə otağın çöl görünüşü. Sonra içərisinə girək. Bax görürsünüz necə geniş. Rəng tonları çox soft, çox gözəldir. Sonra gəlin indi otağın içərisinə baxaq. Minibarını göstərəm. Minibarında gördüyünüz bunlar hamısı ekstra ödənişləndir. Və burada minibarın qiymətləri qeyd olunur. İndi yoxdur, bizim otaqda sinopsində var idi. Sonra bunlar çay və kofedir. Bunlar ödənişsizdir. Buradakı çərəzlərdən də əlavə burada gördüyünüz minibar, bu da ekstra ödənişlə. Yəni minibar ödənişsiz deyil heç bir halda. Sonra keçirik sanuzel hissəsinə. Sanuzelində görürsünüz belə bir duş hissəsi var, hamam hissəsi var. Bu duş hissəsindən də əlavə burada belə sanuzeli var. Sonra aksesuarlarını da görürsünüz. Daha sonra buranın minibarını göstərim sizə. Minibar deyirəm, ay Allah. Qardirobu. Qardirobunda belə ütüsü, şəpiyi, sonra seyfi və jileti də var. Belə. Ümumi də bu otaqda qonaqlama olaraq qonaqlar ya 2 nəfərlik ya da 3 nəfərlik buranı rezerv edə bilərlər. 3 nəfərlik olanda bu gördüyünüz 2 nəfərlik kravat olur və bu biraz o tərəfinə yaxud da ki burada geniş bir hissəsi var. Burada ekstra bed, yəni raskladuşka qoyulur. Bu otaq kateqoriyası Beach Villa with Pool. Birbaşa okeana çıxışı olan otaq kateqoriyasıdır. Görürsünüz, buradan özünüz birbaşa okeana gedirsiniz. Gəlin sizə otağın içərisini göstərim. Geniş, otağın çox gözəl, geniş otaqları var belə. Sonra burada minibarını göstərim. Minibarında çay və kofe bu ikisi ödənişsizdir. Amma bu, gəlin indi minibarın qiymətlərini təxmini yaxınlaşdırım. Yəni bu ekstra istəsəz, əgər buradakı çərəzləri istifadə eləmək və yaxud da ki minibarın içərisindəki içkiləri içmək, bunlar ekstra əlavə ödənişləndir. Daha sonra davam edirik otelin digər hissəsindən. Sonra baxın, deməli burada belə bir ütü masası var. Sonra burada içərisində yenə eyni qaydada belə plyaj çantası, ayaqqabı, ütü, çətir, sonra jilet var. Sonra keçək sanuzel hissəsini də göstərim. Baxın, bura belə sanuzel hissəsi. Sonra belə gözəl bir vannası var. Burada güzgü hissəsi. Sonra həm belə çöldə duş hissəsi var, həm də belə içəridə duş hissəsi var. Çox gözəl, geniş, fərah bir otaqdır. Sonra bədən losyonları da var belə. Siz bu otağı əlbəttə ki uyğun qiymətə Turgut Travel'dan əldə edə bilərsiniz. Otaqlara baxdıq. Oradan otaqlardan çıxıb gəlirik. Burada belə bir swimming və snorkeling hissəsi var. Sonra bu overwater villalardan gələndən sonra burada görürsünüz hər yerdə villalar var. Sonra burada The Edge restoranı var, mescid var, reception var, beach club və s. Hamısı bu tərəfdə olduğunu göstərir. Gəlin indi bu tərəfə doğru davam edək otel turumuza. Birinci gəlirik, bax, all day dining. Yəni bütün gün burada yemək yeyə biləcəyiniz Edge restoranı. Hansı ki bura səhər gün orta axşam burada yemək olur. Hə, indi burayla bağlı nə deyim sizə? Deməli, bu birinci girişindən başlayaq. Və burada görürsünüz girişdə hər gün saat, indi saat 4 iyundur 2026. Saat neçədə günəş batımı, günəş çıxımı necə olur, onları göstərirlər. Havanın temperaturu 31 dərəcədə ortalama onu göstərir və göstərir ki, belə həm axşam yeyə bilərsiniz burada yemək, həm də səhər və günorta. Hə, bax bu birinci
restoranı göstərim. Deməli, bu oteldə, restoranda sezondan sezona dəyişir. Bura səhər, günorta, axşam yeyə bilirsiniz, bu öz yerində. Və səhər yeməyi açıq bufe olur. Bu restoranın sizə səhər yeməyini göstərim. Bax, burada belə. Belə. Bax, özləri dedi ki, əgər burada normalda sezonda bura səhər, günorta, axşam açıq bufe olaraq fəaliyyət göstərir. Yəni alakart restoran olmur. Sadəcə indi qonaq az olduğuna görə, təbii ki, israf olmasın deyə, ona görə daha doğrusu alakart restoran olaraq buranı açırlar. Deməli, baxın, burada otelin ümumi xəritəsini görürsünüz. Bax, ümumi xəritəsini görürsünüz. Bizim bu Overwater villalar bu hissəyə düşür. İndi davam edirik. Biz Edge restoranından indi gedək əsas hovuzun olduğu hissəyə. Sonra burada məscid var. Bilirsiniz ki, bax bu tərəfdə. Bax burada məscid var. Bilirsiniz ki, Maldiv müsəlman ölkəsidir və çox sərt müsəlman ölkəsidir. Mənim evcil heyvanım var və mənə həqiqətən icazə vermədilər o evcil heyvanımı Maldivə gətirməyə. Dedilər, ümumiyyətlə ölkənin qanunu odur ki, heç bir halda bura it, pişik gətirmək olmaz. Amma otelin ərazisinə baxın, görürsünüz necə qəşəng, yaşıllıq, geniş və orada bizi nə gözləyir sürpriz. Hey Buggy, could you help me? Ay Allah. Yes, Allah'tan bir insan buldum orada. Çox şükür ki, insan var. Yoxsa mən ölərdim. Yoxsa ben bu boyda yerdə hara qaçım? Hara qaçım başımı daşı salıb. Ay, çok korkunç. Ay Turgut Travel, ay Turgut Travel. Sənə videolar çəkim deyə mən burada nə mücadilələr verirəm, görən yoxdur. Baqici də məni gördü, qaçdı ki, bu qorxaq yenə gəldi. Hara getdi, ay Allah. Heç bir mən veçin olmur. Çox qorxuram. Nəysə, axır deyinə, mücadilə eləyə gəldiyi bura resepsiyon hissəsinə. Bax, bu resepsiyon hissəsidir. Əvvəlki resepsiyondan biz çıxdıq, biraz sağ tərəfə getdik. İndi sol tərəfdən davam edirik. Düz resepsiyonun yanında oteldə ən çox vaxt keçirəcəyim yerlərdən biri var. Breeze restoranı. İndi gedək onun içərisinə girək. Hə, bax, biraz oradan gəldik, o resepsiyon. Birinci resepsiyon o tərəfin gəzdik, sonra resepsiyona gəldik, sonra resepsiyondan bura gəlirik. Bu qarşımızdakı bura Breeze restoranıdır. Hələ restorana girmədən əvvəl sizə burada beach club və yoga yerini, spa hissəsini göstərim. Gəlin bunun içərisinə baxaq. Bax, belə.
Burada bax Kids Club, Table Tennis, sonra gym. Hamısı buradadır. Da bax burada görürsünüz. Sonra gəlirsiniz burada bu hissədən siz bu velosipedləri sifariş eləyə bilirsiniz. Yəni kirayə eləyə bilirsiniz. Burada oturub televizora baxa bilərsiniz. PlayStation oynaya bilərsiniz. Bax. Görürsünüz. Buradan bu velosipedləri kirayə eləmək olur. Burada sonra bilyard, table tennis hamısı var. Və həmçinin burada xına da var idi. Siz əlinizə belə dekorlu xınalar da çəkdirə bilərsiniz. Bununla davam edirik yuxarı hissəsinə. Burada mini belə Kids Club var. Balacadır, heç çox böyük deyil. Həmçinin burada içəri hissədə uşaqlar üçün oturma hissəsi də var. Görüm açıqdır bura. Bax belə. Bu uşaqların Kids Club hissəsindən çıxırıq. Davam edirik turumuzu, qalxaq bu yuxarı yoga hissəsinə. Buradan Kids Club'dan qalxırıq belə pilləkənlərlə. Burada hansı aktivitelər var, onlar qeyd olunub. Burada yuxarıda yoga hissəsi var. Hər gün gündə 2 dəfə səhər və axşam tərəfi burada yoga olur. Ay, mənzərəsi mükəmməldir, mükəmməl. Bax, bura yoga hissəsi. Görünüşü süperdir, süper. Burada fitness hissəsi. Fitnessin mənzərəsi görün necə gözəldir. Hər cürdə alətləri var. Təbii ki, bir oteldə mənim ən çox vaxt keçirdiyim hissə. Ay Allah, buna deyir, türklər bir sözü var, deyir ki, şəkil ada gözükdüyü gibi hər gün burada vaxt keçirəm, dəhşətli dərəcədə idman edirəm. Amma həqiqətən zarafat bir tərəfə, həqiqətən çox gözəldir də. Vallahi bu mənzərədə idman harda var? Yəni həqiqətən bu mənzərədə idman yoxdur. Belə. Burada da belə sular, dəsmallar. Belə. İndi keçək, düşək aşağı hissə, düz bunun yanında yerləşən o su sportları hissəsində göstərim. Orada da snorkeling falan alətlər var. Gedək onlara da baxaq. Bu Kids Club olan yer idi. Bu onun qabağında medical hissədir. Yəni həkim zad. Ora bizə lazım deyil. Heç inşallah sizə də lazım olmaz. Deməli, davam eləyirik bu Breeze restoranı. Görürsünüz, bunun qarşısında belə velosiped saxlamaq üçün yer var. Otelin hər yerində velosiped istifadə eləməyə icazə yoxdur. Bu ümumiyyətlə elə bütün Maldiv otellər üçün belədir. Bəzi yerlərə girişə icazə yoxdur. Sonra bu Breeze restoranı, indi o restoranın içərisinə baxaq. Baxın, burada Breeze restoranının içərisi belə çox geniş, qəşəng, rahatdır. Hi, can I order coconut please? 17. Yes. Deməli, baxın, burada mənzərəsi. Belə bir dənə infinity pool var. Burada günorta və axşam yeməyi olaraq fəaliyyət göstərir və alakart restoran olur. Yəni, menüdən sifariş edirsiniz. Ayda okeanın bir dənə mənzərəsinə baxın, ilahi, çox gözəl, çox gözəl. Ürəyim getdi bura üçün. Buradan da davam eləmək istəyirəm. Gedim orada biraz bu sahil hissəsini göstərim sizə. Sahili çox təmizdir. Nə krab var, nə bir şey. Çox gözəl. Mən bu sahilini çox bəyəndim. Çox təmizdir. Nə krab var, nə bir şey. Tərtəmiz. Sahilin gözəlliyi. Həqiqətən çox super. Çox. Həqiqətən bir dənə baxın, yaşıllıq, mavi, ağ, dəniz.
qum, necə gözəldir, ilahi, necə gözəl, necə gözəl. Hamı ancaq istədiyim bir şey var, hamı buranı öz gözü ilə görsün. Və son olaraq oteldə qaldı bizim çəkmədiyimiz hissə, bu spa hissəsi. Gedək sizə spasını da göstərim. Spaya gedəndə belə çox gözəl plyajı var. Mən buranın plyajı haqqında onu deyim ki, sizə çox təmizdir və həddindən artıq tez-tez də təmizləyirlər. Ən önəmlisi böyük yekə krablar yoxdur, balaca krablar yoxdur. Yəni çox az krab var, yəni krevetkalar var sahilində. Bax, görürsünüz. Dənizin dibi burada videoda görsənmir, amma qumdur. Bəzi yerlərdə olur ki, içərisində korallar olur. Çox, yəni yorucu olur da dənizə girməyə. Amma burada elə deyil. Çox rahat, geniş, səliqəlidir. Hay. Və burada indi sizə gəlin içərisini göstərim. Bax, burada belə bu hissəsində sunumlar verirlər qarşılamaq üçün. Daha sonra içərisində göstərim sizə. Belə masaj otaqları var. Burada belə qarşılamaq üçün olan hissəsi var. Daha sonra və burada masaj otaqlarından bir neçəsinin içərisinə baxmaq istəyirəm. He's empty. Empty now. This is one. Burada masaj otaqlarından biri. Burada belə vannası var və çox gözəl də mənzərəsi var. İndi içəridə qonaqlar var deyə maksimum istəyirəm sakitliyə riayət edeyim. Belə görürsünüz necə gözəl, geniş otaqları var. And I want also take video of salon. Which way? This way.
this one. Just only here massage rooms and salon. Everything is this. Only this. Relaxation area. What? Relaxation area. Ah, relax. Yes, relax area. I want to go. Burada bakın. Yazık ki sakin durmak lazım. Bu da relax zona. Çok güzeldi. Çok qəşəng. Sevdim bura. Hə, sonda spa hissəsindən biz otel turumuzu tamamlamış oluruq. Son olaraq otel haqqında sizə onu deyim ki, həqiqətən bu otel sizin bəyənəcəyiniz tipli bir oteldir. Yəni siz bura ailəvi də gələ bilərsiniz, uşaqlarla da gələ bilərsiniz. İstənilən yaş segmentinə uyğun bir oteldir. Və həqiqətən yəni Maldivin gözəlliyini burada özünüz görə bilərsiniz. Siz istəyir bura ailəvi gəlin, istəyir uşaqlarla gəlin. Mən %100 əminəm ki, siz buranı çox bəyənəcəksiniz. Və bu spa hissəsindən də ona görə bağladım ki, insan həqiqətən burada çox rahat olur. Maldivə gələndə Maldivin qumu, havası, dənizi, gözəlliyi, təbiət o qədər gözəldir ki, insana həqiqətən çox ləzzət edir. Və ən önəmlisi, bu oteli seçə bilərsiniz ona görə ki, bura tərtəmizdir. Kollektivi çox mehribandır, otaqları çox təmizdir, hər yer gül kimidir, yeməkləri çox dadlıdır. Ən önəmlisi, Maldivə gəlirsinizsə dəniz məhsullarını mütləq yeyin, çünki həqiqətən dadları çox dadlıdır. Və əlbəttə bura gəlirsinizsə mütləq şəkildə seçiminizi Turgut Travel'dan edin. Ölkənin ən etibarlı turizm şirkətinə tətilinizə etibar edin. Aşağıda nömrələrimizi yazacağım. Mütləq şəkildə bizlə əlaqə saxlayın. Bu qədər. Bir sonraki videoda görüşənədək hələlik.